Deməli uşaqlar, dərsimiz nədir? Fəzada düz xətlər və müstəvilər. Bunu qısa və konkret deyəcəm sizə, yəni uzun uzadı danışmayacağım. Sizə hansı tip misallar lazım olacaq və onu necə yazacaqsınız, onun üstündə baxın. Uşaqlar, buradakı misalların %95%-i düz bucaqlı üç bucağa gətirəcəksiniz. Nə oldu? Düz bucaqlı üç bucağa. Deyərsən müəllim, bəs düz bucaqlı üç bucaq müstəvidəydir. Bu fəzad, yəni göydə olan bir fiqurlardır, xəttlərdir. Nə əlaqəsi var? Biz onu uyğunlaşdıracağıq. Bax, burada birinci bölməmizin adı nə gəlir? Mail perpendikulyar proyeksiya. Bunu biz düz bucaqlı üç bucaqda adlandıracağıq. Bax, bir dənə düz bucaqlı üç bucaq çəkirsən, ekran görsənən uşaqlar paylaşmışam. Bəli. Bu düz bucaqlı üç bucağın hipotenuzu adlanır mail, yəni əyri. Bura adlanır, deməli, perpendikulyar. Şəklini çəkirəm, daha sözlə yazmadım. Burada adlanır proyeksiya. Aydındır? Bəli. Proyeksiya, mail, perpendikulyar. Bu üç dənə sözü sən gətirəcəksən düz bucaqlı üç bucağa, misalları bu şəkildə həll edəcəksən. Oldu mu? Bəli. Gəlin misallar üzərində baxaq. Görək necə bir formula lazım olacaq. Tutaq ki, məsələn, belə bir şey. Deyəcək, elə lap testimizin özündən baxırıq sualı. Birinci sualımızda nə deyir Ömər? Oxu görüm. Müstəvidən 6 sm məsafədə yerləşən nöqtədən Bax, müstəvi. Müstəvi nədir? Yer. Bura. 6 sm məsafə. Məsafə yəni perpendikulyar deməkdir, düz yuxarıda. 6 yazdım bura. bəli, Sonra oxu davamı. yerləşən nöqtədən bu müstəviyə uzunluğu 12 sm olan mail Bir çəkilmişdir. dənə mail çəkdim bura. 12 sm. Mailin müstəvi ilə əmələ gətirdiyi bucağı tapın. Düz bucaqlı üç bucaq yaratdıq. Bəli, Nə zaman? Bax, bu katetdir, bu hipotenuzdur. Nə zaman katet hipotenuzla yarısı bərabər olur? 30 dərəcə olduqda. Deməli, alfa bərabər olmalıdır nə qədər? 30. Qurtardı getdi. Aydındır? Bəli, Problem yoxdur ki. xeyr. Xeyr. Laf gözəl. Gəlin 5-5 suallara baxaq. Keçək 5-ci sualımıza. Orxan oxu 5-i. Müstəvi xaricdən verilmiş nöqtədən həmin müstəvi ilə 45 dərəcəli bucaq əmələ gətirən mail çəkilmişdir. Yenə də müstəvi çəkək. Yəni yer. Məsələn, belə deyim də, otağın polu, durduğumuz yer. 45 dərəcə bucaq əmələ gətirən mail. Bax, bir dənə bir əyri xətt çəkirsən. İndi bunu bura birləşdirək ki, bucaq əmələ gətirə belə. Oldu 45 dərəcə. Sonra nə deyir bizə? Mailin uzunluğu 8 sm-ə bərabər olarsa verilmiş nöqtədən müstəviyə qədər olan məsafəni tapın. Bax, buradan bura qədər istəyir. Yəni perpendikulyar. Düzdür? Bəli. Perpendikulyarsa bura 90. 90 45 isə burada 45 olur. Bəli. Avtomatik bərabər yanlı olduğu üçün burada x olacaq. Pifaqoru tətbiq eləsək 2x kvadrat bərabər 64. X kvadrat bərabər 32. X bərabərdir kök altına 32. Bunu 16 vurur 2 kimi yazsan nə olar? 4 kökdək. 4 kök altına 2. Oldu mu uşaqlar? Bəli, Bəli. Aydan Mehdi başa düşdünüz? Bəli, müəllim. Aydan səsin gəlmir balam. Aydındır mı? Bəli, müəllim. Yaxşı. Yəni qısa və konkret misalları düz bucaqlı üç bucağa gətirəcəyik. Başqasına keçdik. 10-cu sualı oxuyaq. Ömər oxu. müstəvidən 6 sm məsafədə olan nöqtədən bu müstəviyə uzunluğu 10 sm olan mail çəkilmişdir. Bax, bu 6 Mail- sm məsafə, uzunluğu 10 sm olan mail hər halda Aşağısı proyeksiyanı soruşur. Düzdür? Orada 8 olur. X. Pifaqora görə 36 üstə gəl x kvadratı bərabərdir 100-ə. X kvadratı bərabərdir 64. X də bərabər 8. Oldu mu? Bəli, Problem yoxdur? xeyr. Hə, gördünüz nə qədər sadədir? Yəni qısa və konkret hamısını düz bucağı üç bucağa gətirdik. Qeyd eləyək bunu. SS eləyin, elə ehtiyac yoxdur. Sonra bir işlərində baxarsınız. Ya da ki, izahını üstə qayd eləyirəm, atacam, narahat olmayın. Deməli, sonra keçdik növbətiyə. 15-i oxu. Müstəvidən 16 sm məsafədə olan nöqtədən bu müstəviyə çəkilmiş mail müstəvi ilə 30 dərəcəyə bucaq əmələ gətirirsə, mailin Bura qədər uzunluğu nə qədərdir məsafəmiz? Perpendikulyar. 16, 16. Deyir, mail 30. hansı bucaq əmələ gətirir? 30 dərəcəlik bucaq. Orada da 30-un qabağında olan yarısına bərabərsə 32. İndi nəyi bizdən istəyir tapmağı? Maili Mail. 30 dərəcə bucağın qarşısındakı katet
Hipotenuzun yarısını bölür. Demek x ne kadar olmalıdır? 32. Varyant olarak desək, Y variantı. y variantı. Oldu da. Var. Evet. Bəli. Sonra 16 maraqlı sual oxuşur. Gəl bir 16-ya baxaq. Deyir bucaq ACB 90 dərəcədir. Tələsmə. Bir dənə bunu mən şəklini çəkirəm. Sonra görək nə deyirsən. Bax, bu sənin müstəvi. Düzdürmü? Var. Bu müstəvidə bir dənə bir Düz bucaqlı üç bucaq. bucaqlı üç bucaq çəkib. Buranı yazıb A. Buranı 90 dərəcə C. Buranı yazıb B. Buradan bir dənə perpendikulyar qaldırıb yuxarı. Hələ bilmirəm nədir. Şəkil çəkər sonra oxuyaq. Belə bir şəkildir, düzdür? Var. İndi oxu görün, nə deyir bizə? Deyir bucaq ACB 90 dərəcə. Aha. AO OB-yə bərabərdir. Qulaq as. AO OB-yə bərabər. Tamam. Gözəl. Sonra Deyir ki, KO alfa ilə perpendikulyardır. yəni 90 məlumdur. Yəni düz xətt çəkilibsə perpendikulyardır. Sonra KC-ni 10 KC. KC haradır? veya rütbədən Aha, düz buranı qoyub. sənə 10 verib. Aha. KO-nu isə 8 verir. 8 verib. 10 və 8 varsa avtomatik mən bunu buradan birləşdirsəm, bu da bayaqlar dedi ki, perpendikulyar deyibən C10-un sən 6 olduğunu tapırsan. Düzdürmü? Var. Sonra nə istəyir? Sonra deyir ki, ABC üçbucağının xaricinə çəkilmiş dairənin sahəsini İndi tapın. qulaq as mənə. Bax, bayaqları sənə deyir ki, AO ilə Aydan OB bir-birinə bərabərdir. İndi bərabərsə bunları birləşdirən bu, yəni bu bərabər ayıran xətt CO nədir qızım? Deməli medianmış, düzdür? Biz də bilirdik ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş median hipotenuzun yarısıdır. İndi bura 6-dırsa, sənin AB hipotenuzun 12 olacaqmı? Var. Bu ölçüdür. Gəldi indi həmin dairənin radiusunu tapmağa. Sən də bilirsən ki, düzbucaqlı üçbucaqda daxilə deyildi, burada xaricə. Xaricinə. Xaricə çəkimi çevrənin radiusu hipotenuzun yarısıdır. Təzədən sən 12-ni böləcəksən 2-yə düşəcək 6. Düzdürmü? Var. Dairənin Onda sahəsi S bərabərdir pi kvartı Yəni. olduğuna görə neydi? Olacaq 6-nın kvartı 36 yarımda pi. Haradadır? C variantı. C variantı. Oldu da uşaqlar. Bəli. Problem yoxdur ki. Xeyr. Bax, gözəl. Qeyd edək. Sonra bir dənə buradan baxaq nəyə? Baxaq görək fərqli nə var. Məsələn 20-yə də baxarıq. Baxaq. Deməli, oxu 20-ni Orxan. Nə deyir bizə? Diaqonal 8 sm olan düzbucaqlı müstəvisinə aid olmayan nöqtə onun bütün nöqtələrindən 5 sm məsafədədir. Həmin nöqtədən düzbucaqlı müstəvisinə qədər olan məsafəni tapın. Yəni düzbucaqlı çəkək. Deyərsən müəllim düzbucaqlı deyirsən parallelogram çəkdin. Uşaqlar fəza fiqurunu çəkəndə elə bil onun profilindən baxırsan da görünüşdə belədir. Amma əslində düzbucaqlıdır bu. Yaxşımı? Çünki sən bunu belə çəksən, bura bax, normal şəkil kimi çəksən, xaricindəki nöqtədən gətirib endirə bilməyəcəksən. Elə bil. Bildin? Toqquşacaq. Buradan xaricində bir nöqtə götür. Bura. Bura. Elə bir sən bunu küncdən baxırsan. Küncdən baxanda bu şəkildə görsənir. Evin küncündən baxanda yarı bir divar, yarı bir divar görsənir. Amma düz qarşısından baxanda o birisi divarı görmürsən, axı birini görə bilirsən. Düzdür? Var. Deməli. Deyir nə qədərdir? 5. Bir dənəsini mən qeyd edim, kifayətdir. 5. Diaqonalda neçə verib sənə? 8. Diaqonalları 8. Mən bunu düz ortasından qeyd etsəm 4 düşəcək bura. Var. Nə deyir? Həmin nöqtədən bura qədər məsafəni soruşur da, düzdür? Bir dənə düzbucaqlı üçbucaq yarandı burada. Bəli, yalan. Qabatıyorum görə x kvadrat üstə gəl 16 bərabərdir 25. X kvadratı bərabərdir 9, x də bərabərdir 3. Oldu mu uşaqlar? Var. Qeydilərimizdə Bəli. qaranlıq qalmadı. Xeyr. Verməm. 100% hər şey tam aydındır. Var. Evet, gördünüz. Birinci bölməsi heç. Gəlin ikinci bölmədən də bir iki dənə sualımıza baxaq. Məsələn, ikinci bölmədə nədir? İkinci bölməmizin səhifə 262-dəki ilk suala baxaq. Nə deyir birinci sualımızda? Şəkil verir. Oxuyun. Tələs. Mən şəkili çəkeyim, sonra oxuyalım.
Bu bizim müstəvimiz. Bu müstəvidən bir dənə belə bir düz xətt çəkib, yəni kəsirdə belə deyim müstəvini. Elə bir təsəvvür et ki, 2 mərtəbəli evdə nəsə bir dirək atmışsan da, elə bir aşağı mərtəbəyə düşüb, yuxarı mərtəbəyə belə bir şey fikirləş. Deməli, belə bir şəkildir. Buranı A yazaq. Sonra bura D-dir uşaqlar. Bu perpendikulyar verir. Sonra bu kəskin yer C-dir. 7 yuxarıdakı A. Nə deyir bizə? Oxu görüm onu. A doğru, B doğru. Deməli nə deyir? Deyir ki, AB parçasının alfa müstəvisi üzərindəki proyeksiyası DY-dir. Kölgəsi yəni D-dir. Tamam, lap yaxşı. AD-ni 5, AD-ni 5. Buranı 5 verir. Aha, sonra AC-ni 10, AC-ni 10 verir. BY-ni 1, Yox, tələsmə, mən 2 yerə yazmışam. Bura B-dir. Bura B-dir. AC-ni 10, sonra BY 1, BC haradır? o birisi hissə Bura oldu. 1, tamam. Sonra AB-ni tapın. Cevap olarak A-dan tapın. Heç nə. Bu figurlar oxşar figurlardır, düzdür uşaqlar? 2 dənə oxşar düz bucaqlı, üç bucaq deyil. Bəli. Gördünüz Bəli. mü? İndi bura hələ ki bir x qeyd edilir. Oxşarlığa görə bax bu 90-ın qarşısındakı 10-un, buradakı 90-ın qarşısındakı x-ə nisbəti bərabərdir. Bu bucağın qarşısındakı 5-in buradakı bucağın nisbətini 1-ə nisbət. Çarpaz vuranda 5x bərabərdirsə 10. X2. X neçə olacaq? 2. Yox, mən tərsinə yazmadım ki. 10-un x-ə nisbəti 5-in 1. 2. Hə, x bərabər neçə olur? Düz 2. 2. Deməli. Bura neçə olacaq? 2. Buranda 10 verir. Ümumilikdə AB-ni soruşursa 12. 12. Var mı cavabda? Bəli, B variantı. Gördüyüm misalların hər biri 3 bucağa gəlir. Bəli. Sonra Tamam. keçdik. Üçüncü sualımıza baxaq bir dənə buradan. 3 dənə deyir bizə. Müstəvini kəsməyin AB parçasının A və B nöqtələrindən müstəviyə qədər məsafə 3-4 sm və 4-6 sm olarsa, Qura. AB parçasının Bax, bu müstəvidir bax. bax, Bunu kəsməyən bir dənə düz xətt çəkdim. Buradan bura qədər məsafə nə qədərdir? 3.4, O birisi nə qədərdir? 4.6. Bura 3,4, bura 4,4. Bunu gəl birləşdirək. Sənə deyir, ortasından müstəviyə qədər məsafədir. Düzdür? Bəli, Bu da sənə düz bucaqlı trapesiyanı vermir. bəli, verir. Trapez elə fırlayanda belə tərsəsini yıxsan, qaytarsan o tərəfə, çevirsən. Nə olacaq? Düz bucaqlı trapesiya. Düz bucaqlı trapesiyada da, ümumiyyətlə düz bucaqlı trapesiya deyil. Hər hansı bir trapesiyanın orta xəttini tapanda nə edirik? Oturacaqlar cəmin yarısı. Olacaq 3,4. Üstə gəl 4,6 bölünsün 2. 3,4 Dörd. ilə 4,6-nı toplayanda 8. 4-ün 2 neçə olacaq? 4. 4. Cavab? Y. Aydındır da? Bəli. Gəldi, Bəli. getdi. Hə. Amma işte uşaqlar desəydi ki sənə müstəvini kəsən, kəsib gedən. O zaman da toplamayacaqdın. Çıxıb 2-yə böləcəkdin. Yaxşımı? Məsələn belə bir şey. Özümdən yazsam. Bu müstəvi sən deyir ki, müstəvi kəsib gedən bir dənə düz xətt. Ucları müstəvidən, məsələn, tutaq ki, bura yazaq 5, nə bilim, o birisi də olsun 11 məsafədədir. Orta nöqtəsi nə qədər məsafədə olur? Bax, düz buradan bura qədər soruşur. Bu zaman x bərabərdir 11 çıxılsın 5 bölü 2 olacaq. 6 bölü 2 cavab olacaqdır 3. Yəni kəsib gedirsə nə olacaq? Çıxıb böləcəksən 2-yə. Yox, kəsmirsə, yuxarıda qalırsa bu sənə verir nə? Trapesiya. O da trapesiyanın orta xəttini tapanda toplayıb bölücü 2. Oldu uşaqlar? Bəli. Bəli, mən. Bəli. Heç nə uşaqlar, belə. Sonra məsələn 4-cü sualda nə deyir sənə? Bir dənə 4 şifahi sualda ona da baxaq. Qutarsın. Birinci 95 dərəcə, ikinci 85, üçüncü 100, dördüncü 80, beşinci 110 bucaqlarından hansılar iki çapraz düz xətt arasındakı bucaq ola bilər? Yadında saxla, iki çarpaz düz xəttlər arasındakı bucaq həmişə iti bucaq olmalıdır.
İkinci Onda cavab olması olur. üçün də 85 ilə 80. 80. Oldu mu? Bəli. Все. Uşaqlar, düz xətlərin üstəvlərini izahı bu qədər. Başqa heç nə yoxdur burada. Qaranlıq qalan nəyə sormadı?